أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير الناصرين ومعين وصلى الله على سيدنا ونبينا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وآل محمد وعجل فرجهم ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt aşiqlərinin üzərinə, sizləri və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah təbarək və teala hər birimizi dəyərli qullarından, bəndələrindən qərar versin inşallah. Dəyərli dostlar, bugün sizlərlə bölüşmək istədiyim mövzu insanın arzularına çatmağın yolları haqqındadır. Ümumiyyətlə, insan nə qədər ki yaşayır, nə qədər ki ömür sürür, insanın ki nə qədər ruhu bədənindədir, canı üstündədir, onun arzuları da mövcuddur. Hər bir insanın özünə məxsus, özünün qədərində nədir? Arzuları var. Quran-ı Kərimdə Allah təbarək və teala bizlərə arzulara çatmağın yollarını öyrədir. Yəni, dini sferadan baxsaq, dini pəncərədən baxsaq və o arzulara çatmağın yollarını Quran-ı Kərimdə Allah təbarək və teala bizlərə öyrədir. O yollar vasitəsilə, Quran-ı Kərimdə bizlərə çatdırdığı yollar vasitəsilə biz eləyə bilərik ki, arzularımızı həyata keçirək. Arzular ümumiyyətlə əgər yaxşı tərəfə olsa bəyəniləndir. Əgər pis tərəfə olsa, din həmişə insanları o arzulardan çəkindirir, nəhy eləyir ki, insan gərək o arzulardan uzaq ola. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin hədislərinə baxsaq görərik ki, deyir, ümmətim üçün bir neçə şey var ki, çox nigaranam. Nigaranam ki, ey kaş ümmət o əməlləri etməyə, o işlərə baş qoşmaya. Onlardan biri uzun uzadı boş-boş arzulardır. Amma o arzular ki, Allahın qatında bəyəniləndi, Allahın qatında dəyəri var, onun yollarını, o arzulara çatmağın yollarını Quran-ı Kərim bizlərə aşılayır. Birinci yolu budur ki, ümid. Allaha doğru yaxşı, gözəl bir ümidi olsa, insan o arzularına tez çatar. İnsan o arzularına tez çatar. Və biz bir çox muizələrdə bu ayəni sizlərə ərz etmişik ki, Allah təbarək və teala Quran-ı Kərimdə buyurur ki, "Lə təqnatu min rahmətillah." Deyir, heç vaxt mənim rəhmətimdən ümidinizi üzməyin, ümidinizi kəsməyin. İnsanda nə qədər ümid var yaşayışa doğru, Allaha doğru, Allahın rəhmətinə doğru, insanda nə qədər ki ümid mövcuddur, o ümid səbəb olar ki, insan gedə arzularına çatar. Və Quran-ı Kərimdə Kəhf surəsinin 110-cu ayəsində Allah təbarək və teala buyurur, Bismillahirrahmanirrahim. Allah teala bu ayədə bizlərə nəyi çatdırır? Ayədə buyurur ki, buna görə də kim öz Rəbbi ilə görüşə ümid bəsləsə, hər kim ki Allahla görüşəcəyi günə ümid bəsləsə, yəni qiyamət gününə ümid bəsləsə, gərək yaxşı iş görsün. Deyir, o qiyamət gününə ki, kimin ümidi olsa, inancı olsa, etiqadı olsa, gərək yaxşı işlər görsün. Çünki qiyamətə inanan insanlar, qiyamət gününə imanı olan insanlar pis işlər görməz ki. Onlar həmişə yaxşı işlər görər. Həmişə çalışar ki, Allahın rizayəti olan işləri görsün, icra eləsin. Və davamında buyurur ki, və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın. Yəni, Allaha ümid bəsləmək, Allahın rəhmətinə, Allahın əzəmətinə və Allahın qadir olduğuna ümid bəsləmək səbəb olar ki, insan nədir? Arzuları həyata keçsin. Ümid o qədər önəmli bir şeydir ki, o qədər önəmli bir şeydir. İnsanda ümid olduqca inkişaf olur. Allahın rəhmətinə və Allahın əzəmətinə,
Allahın qadir adına insanın nə qədər ki ümidi olur, o qədər inkişaf olur. Dedik ki, birinci insanın arzularına çatma yolu budur ki, gərək ümidi olsun. Allaha ümid bəsləsin. Allaha ümidi olsun ki, Allah bunun dualarını qəbul eləmə qabiliyyətindədir. İkinci yol budur ki, təvəkkül. Gərək Allaha təvəkkül eləyəsən. Bəzən bəzi işlər ki var, başlayanda Allaha bismillah deyəsən, Allahın adını çəkəsən və o işləri əncam verəsən, Allah o işləri həmişə həyata keçirər. Bismillahla ki başlayasan, o işin aqibəti haqqında da təvəkkül eləyəsən Allaha, yəni Allaha həvalə eləyəsən, Allah adama bəs eləyər də. Bir insan ki kürəyini söyküyə Allaha, bir hansısa boş bir şeyə yox, kürəyini insan söyküyə Allaha, o səbəb olar ki insan nədir? Arzularına, istəklərinə çatsın. Allah Teala özü hədis-i qudsidə and içir. Deyir ki, and olsun mənim Allahlığıma, and olsun mənim izzətimə, cəlalıma ki, əgər bir insan məndən başqasına ümid bəsləyə, dedik ki, birinci arzulara çatmağın yolu, birincisi nədir? Ümid bəsləməkdir. İkincisi təvəkküldür. Deyir, Allah Teala özü deyir ki, hədis-i qudsidə, and olsun mənim Allahlığıma, əgər bir nəfər məndən başqasına ümid bəsləyə, deyək ki, mənim işimi ancaq filan kəs həll eləyə bilər, deyir, mən onun ümidlərini puça çevirərəm. Çünki bütün ümidlər mənə bəslənməlidir, deyir. Və bütün umulacaq yer, gözləntilər məndən olmalıdır. Sən məndən istə ki, mən sənə vasitələri çıxardım. Əliyi, vəliyi, nə bilim, mən hansısa bir Abbası mən sənin qabağına çıxardım. O vasitələri mən sənə təqdim edeyim. Amma sən birbaşa onun üstünə getsən, mən səni onunla öz başına buraxaram. O da gələr sənə elə bir söz deyər ki, 7 nəslindən keçər adamın. Ona görə ümid Allaha olmalıdır. Ümid Allaha olmalıdır. Arzularının ki, həyata keçməyini istəyirsən, Allaha ümid bəsləməlisən, Bismillahla başlamalısan və təvəkkül eləməlisən Allaha. Təlaq surəsinin 3-cü ayəsi mən böyük alimlərdən, böyük məqam sahibi olan ariflərdən, həyatlarından oxumuşam, incələmişəm və tövsiyələrindən biri budur ki, insan çalışa hər namazdan sonra bu Təlaq surəsinin 3-cü ayəsini oxuya. وَمَنْ يَتَوَكَّلَ اللّٰهُ فَهُوَ حَسْبُهُ. Dəhşət bir ayədir. Ariflər var, Ayətullah Şeyx Əli Noxudəki elə bir arif olubdur, elə bir arif olub. 20 il sonra nə baş verəcək hamısını bir və bir deyibdir. Elə bir alim olubdur. Onun da tövsiyəsi budur. Və Allah ruhunu şad eləsin, İmam Xümeyni rəhmətullah əleyhin onun da tövsiyəsidir. Və bir çox ariflərin, bir çox bəsirət əhlinin tövsiyəsidir ki, bu deyir biz həyatımızda inkişaf eləyib, hər nələrəsə də nail olmuşuqsa da bu ayələrin, bu dəstur əməlin sahəsində biz çalışmışıq. Yəni bunlar səbəb olubdur ki, bizlər bu məqama gəlib çatmışıq. Deyir, وَمَنْ يَتَوَكَّلَ اللّٰهُ فَهُوَ حَسْبُهُ. Deyir, hər kim Allaha təvəkkül eləsə, Allah ona bəs eləyir. Bir arzun, istəyim mi var mənim əzizim? Allaha təvəkkül elə. Allah, mən səndən istəyirəm, sənədir ümidim və sənə təvəkkül eləyirəm. Allah hamısını, bütün yolları qoyubdur da burada. Bütün yolları bizlərə çatdırır. Deyir ki, əgər imanınız varsa da Allaha təvəkkül eləyin. Bu da Maidə surəsinin 23-cü ayəsidir. İman əhli gərək Allaha təvəkkül eləyə. Başqasına yox, birisinə yox. Təvəkkülümüz Allaha olsa, kürəyimizi Allaha söykəsək, heç vaxt bizim o kürəyimizdən zərbə almarıq. Bəzən bizlər gedirik kürəyimizi elə bir adamlara söykürük ki, o adam kürəyimizi sığallayanda hansı ki bıçaq yeri gəzir. Görüm, nə edəcəm bunu, necə zərbə vurub, bunu necə yıxa bilərəm. Amma nə qədər ki kürəklər Allaha söykənə, Allahın övliyalarına söykənə, o kürək heç vaxt zərbə görməz. Dedik ki, arzuların həyata keçməsi üçün ikinci yol Allah Teala Quran-ı Kərimdə buyurur, nədir? Təvəkkül eləmək, Allaha təvəkkül eləmək. Üçüncü yol isə Allah Teala buyurur Quran-ı Kərimində təfəkkürdür. Yəni gözəl fikirləşmək,
Düzgün, sağlam fikirləşmək. İnsan ki, arzuları olur, istəkləri olur. Amma biraz qabağa ki dedik, istəklər, arzular iki növdür. Bir yaxşı arzular var, bir də pis arzular var. İnsan əgər təfəkkür ucbatından gözəl fikirləşərək Allahdan bir şeyləri istəsə, arzularının həyata keçməyini istəsə, Allah Taala onun arzularını həyata keçirər. Bəzi adamlar da var ki, görürsən, bir var arzu ilə arzunun fərqini deyirəm ha. Yəni bəzi arzular var ki, insan deyir, misal üçün, bu qədər mənim varım, dövlətim, bu qədər imkanım olsaydı, filan olmayan yerdən torpaq alardım, məscid tikərdim, filan kəslərə yardım eləyərdim, köməkli eləyərdim, imkansız ailələrə əl tutardım. Bu gözəl arzulardır, niyyətlərdir. Hətta bu şeylər həyata keçirməsən belə Allah sənə bu arzundan ötürü sənə savab yazır. Amma bəzi insanların da arzuları var ki, çox üzr istəyirəm ifadəmə görə. Deyir ki, bu qədər pulum olsa, üzr istəyirəm ifadəmə görə, gedərdim bir dənə qazino açardım. Bu qədər pulum olsa, gedərdim filan kəs mənə filan vaxt belə bir pislik eləmişdi, gedərdim onun başını kəsərdim. Bu qədər də pul verərdim, düşməzdim həbsə. Nə bilim mən, nə. Bir arzu var, insan arzu eləyir ki, nə imkanım ola, kasıblara, ehtiyac sahiblərinə əl tutam, evi olmayanlara ev alan verəm və məscid olmayan yerlərdən məscid tikdirəm, körpü olmayan yerlərə körpü saldıram. Bir arzu budur, bir arzu da budur ki, deyir imkanım olsaydı, nə bilim üzr istəyirəm ifadəmə görə, şərab yuvası açardım. Belə deyim, imkanım olsaydı qazino açardım, imkanım olsaydı çox üzr istəyirəm, başqa qələtlər eləyərdim. Ona görə arzudan arzuya fərq eləyir. İnsan əgər istəyir arzusu həyata keçsin, onlardan biri də, o yollardan biri də təfəkkürdür. Yəni düzgün, sağlam fikirləşmədir. Sağlam fikirlə əgər sən arzu eləsən, Allahdan bir şeylər istəsən, Allah sənə o arzularını verər, həyata keçirər o arzularını. Bu barədə Quran-ı Kərimdə Allah Taala buyurur ki, o kəslər ki, ayaq üstə oturduqları halda, uzandıqları halda Allahı yadlarına salarlar, göylərin və yerin yaradılışının sirləri haqqında fikirləşərlər və qəlbləri və həm dilləri Allahı zikr eləyə, Allahı xatırlaya. Bu adamlar həqiqi arzularına çatarlar. O adamlar ki, nə oturanda da, ayaq üstə də, yol gedəndə də, uzananda da, hər dəqiqəsində Allahı və Allahın yaratdıqlarının nə qədər əzəmətli olduğunu və nə qədər hikmət ucundan yaratdığını təfəkkür eləyə, fikirləşə, Allaha həmd səna eləyə. Bu təfəkkür səbəb olar ki, nə? Allah onun arzularına çatdırsın. Dedik, üçüncü yol bu idi ki, insan gərək sağlam təfəkkürü ola arzularına çatmaq üçün. Allahın yaradılışı barəsində gözəl fikirləşəsən, Allah nələri yaradıb, hər birinin bir dənə xeyri var, hər birinin bir hikməti var. Elə deyil ki, misal üçün, elə haşa, nauzu billah, Allah Teala elə kefi ürəyi istəyirdi, elə boş-boş şeyləri yarada. Xeyr, Allah Teala Quran-ı Kərimdə də deyir ki, nə? Hər nəyi yaratmışam, hamısı hikmət ucundandır. Hamısının bir hikməti, bir səbəbi var yaratdıqlarımın. Hər bir hadisə ki baş verir, onun hamısının bir səbəbi var. Hamısının bir səbəbi var. Bir bərəkəti var. Quran-ı Kərim bizlərə öyrədir ki, arzulara çatmağın dördüncü yolu duadır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Ud'uni astecib lakum." Deyir, mənə dua edin, məni çağırın, mən də sizin duanızı qəbul edeyim, sizin çağırışınıza ləbbeyk deyim. Mən də sizin çağırdığınıza görə mən də sizə cavab verim. Mən də sizin çağırdığınıza görə sizə cavab verim. Furqan surəsinin 77-ci ayəsində Allah Teala elə bir gözəl söz deyir, elə bir gözəl ayədir. And olsun Allaha, həqiqətən bunun üstündə günlərlə fikirləşmək lazımdır bu ayənin üstündə. Buyurur ki, Allah Təbarək və Teala istəklərini Allaha bildirsinlər.
Deyir, bir nəfərin əgər bir istəyi olsa, bir hacəti, arzusu olsa, bir niyyəti olsa Allaha bildirsin. Başqa birinə yox. Gedərsən bir ehtiyacını birisinə deyərsən, o ehtiyacını, o problemini əlində bir fürsət kimi tutar, vaxt gələndə o fürsətlə sənin kürəyini yerə vurar. Ona görə Allah Teala Furqan surəsində deyir ki, istəyini Allaha bəlli elə. Allahdan istə, istədiyini Allahdan istə. Deyir, əgər dualarınız olmasaydı, Allahdan bir şeylər istəməsəydiniz, Allah sizə etina eləməzdi. Duadır ki, Allahla bəndə arasında yol açır. Duadır ki, Allahla bəndə arasında rabitə yaradır. Aləmlərin Rəbbi sənə fürsət verib ki, əlini aç, məndən istə, mən verim. Ud'uni astecib lakum. Məndən istə, mənə dua elə, mən də sənin duanı qəbul eləyim. Mən də sənin çağırışına cavab verim. Bəzən biz Allahdan başqa hamının qapısına gedirik. Allahdan başqa hamının qapısını bir-bir döyürük. Qapılar üzümüzə qaydanda, qapılar o döydüyümüz qapılar bağlı olanda və yaxud da ki boş çıxanda, əlimiz, ayağımız hər yerdən üzüləndə gedirik Allahın huzuruna. Ay Allah qoyma. Ay Allah bizim filan hacətimizi müstəcab elə. Ay Allah bizim filan müşküllərimizi həll elə. İlk başdan sən Allahın huzuruna getsən, heç o qapılara getməyinə ehtiyac qalmazdı. Allah özü sənin arzularını həyata keçirərdi. Bunu da qeyd etmək lazımdır ki, əgər bir insan bir şeyi istəməsə, Allahdan bir şeyləri istəməsə, o şeyi eləməyəcək də, həyata keçirə bilməyəcək. İnsan gərək istəyə ki, Allah onun istəklərini müstəcab eləyər. İnsan gərək Allahdan diləyə ki, Allah onun arzularını həyata keçirər. Ona görə də dedik ki, duanın insanın arzularının həyata keçməsində böyük rol var. Dördüncü yolu da dedik ki, duadır və duanın özünün qəbul olma şərtlərindən biri də budur ki, kimə dua elədiyini biləsən və kimdən nə istədiyini biləsən. Dəxlərim dedim, Allah Teala Quran-ı Kərimdə deyir, kun fəyəkun, mən bir şeyə iradə eləsəm, desəm ki, olar. Yəni biz kimdən nə istədiyimizi bilməliyik. Bilməliyik ki, bizim istədiyimiz hər bir şeyi həyata keçirmə qüdrətindədir Allah. Hər bir şeyin ixtiyarı onun əlindədir. Mən günahkar bəndənin yox, Allahın əlindədir. Hamımızın Allahın rəhmətinə ehtiyacımız var. Allahın nəzərinə, Allahın lütfüne ehtiyacımız var. Ona görə hər namazdan sonra, hər xüsusi günlərdə, xüsusi saatlarda, dəqiqələrdə Allahla rabitəmizi kəsməməliyik. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, dua müminin silahıdır. Dua bizim silahımızdır. Gərək o duayı düzgün dəyərləndirək, düzgün diqqət yetirək. Allah bizləri Allahın ipindən möhkəm yapışıb, Allahın rizayətindən yaşayıb ömür sürənlərdən qərar versin inşallah.